Salam dostlar, gününüz xeyirli olsun. Bugünləri sizlərlə birlikdə Sasmo 2021-ci il 5-ci sinifin suallarına baxacağıq. Elə isə başlayaq. Deməli, burada sadə bir hesablamada, amma biz qruplaşdıra bilərik. Çünki 2 dənə 27 var, 2 dənə 13 var. İlk öncə bunları qruplaşdırsaq necə olar? Bunları qruplaşdırsaq. Mötərizə xaricinə çıxartsam 13-ü, 13-ü çıxaram mötərizə xaricinə olur nə? 27 üstə gəlsin 23. Buradan 50 alıram, yəni 13 vurulsun 50 alıram. Təkrar da bununla mötərizə xaricinə çıxararam. 50 vurulsun 27 üstə gəlsin 13 alaram və üstə gəlinsin 11 vurulsun 11 121 alaram. Buradan da 40 əldə elədik. 50 ilə 40 bizə verir nəyi? 2000-i və 2000-in üstünə 121 gəldiyimizdə 2121 cavab olacaq nə? B variantı. Yəni elə birbaşa hesablayıb deyilən yazarlardı. Sadəcə ədədlər çox uzun idilər. Bu daha sürətli yoludur. Aşağıdakilərdən hansının nəticəsi tək ədəddir? Deməli, biz ümumi qaydanı bilməliyik. Tək üstə gəlsin, tək həmişə cütdür. Əgər təklərin sayı cüt saydadır, bu cavab heç vaxt dəyişməyəcək. Yəni, qısacası, tək vurulsun, yəni neçə dənə tək varsa, əgər təklərin sayı cüt saydadırsa, cavab cüt edəcək. Yox, təklərin sayı tək saydadırsa, bu zaman cavab nə edəcək? Tək edəcək. Vurma zamanında, təki təkə vuranda həmişə tək. Əgər bu nə qədər tək olarsa olsun dəyişməyəcək əsla. Mütləq şəkildə bir dənə cütə vurulmalıdır ki, bu çevrilib cüt olsun. Amma cütü cütə vurduğumuzda cütdür. Ümumiyyətlə cütü nəyə nəsə vurduğumuzda avtomatik olaraq cüt olmuş olur. Təklə cütün cəmi isə həmişə nə verir? Tək vermiş olur. Bu qaydaları əgər bilirsə, burada hesablaya bilərik. Məsələn, vuruqlardan biri cütdürsə, nəticəsi cütdür. 2 dənə təkin cəmi nəticə cütdür. Nəticə cütdür, çünki cütdən cütü çıxırıqsa cavab cütdür. Bölmə əməliyyatı zamanı isə biz cütü-cütə bölsək belə bəzən cavabda tək ala bilirik. Bu səbəbdən də bunu yoxlamaq lazımdır. 212-ni bölü 24-də bir dəfə yerləşdi, çıxdıq 24-ü. 72-ni də içərisinə elədi. 3 dəfə yerləşdi. Gördüyümüz kimi cavab nə elədi? Tək eləmiş oldu. Düzgün cavabımız olur D variantı və mən keçirəm növbəti suala. Düzbucağının perimetri 100 cm-dir. Bütün tərəflərin uzunluğu tam ədəddir. Bu düzbucağın mümkün ən böyük sahəsi neçə santimetr olduğunu tapın. Deməli, bu tipli suallarda biz nə etmək lazımdır? İlk öncə burasını A, burasını da B götürdük. A üstə gəlsin B vurulsun 2 bərabərdir 100-ə. Bu deməkdir ki, A ilə B-nin cəmi 50-yə bərabərdir. Əgər ki, biz sahəni ən böyük ədəd almaq istəyiriksə, bu zaman cəmi 50-yə bərabər olan ən yaxın 2 ədədi götürməliyik ki, bu zamanda ən yaxın 25 ilə 25-dir. Amma əgər biz bura 25 ilə 25 desək, bu düzbucaqlı yox, kvadrat olmuş olacaq. O səbəbdən də 25 ilə 25-i yox, 24 ilə 26-nı nə edəcəyik? Götürəcəyik. 24 ilə 26-nın hasili isə bizə nə verir? A, 624 cavabını almış oluruq. 4. 17-nin və 2 rəqəmli ədədin cəmi 9-a bölünən neçə 2 rəqəmli ədəd var? Aha. Sadə bir sualdır. Sadəcə hər hansı bir 2 rəqəmli ədədlə 17-ni topladığımızda bu 9-a bölünmə şərtini ödəməlidir və neçə 2 rəqəmli ədəd olduğunu deyir. Bu zaman ən kiçikdən başlayaram. Ən kiçik 10 ilə 17-dir ki, cəmi 27 edir və 27 9-a bölünür. Yəni ən kiçik 10-dur. Ən böyük isə necə tapırıq? 9-a bölünən, yəni cəmi 17 ilə toplandıqda 9-a bölünən bir ədəd düşünürük. Burada da bizim ağlımıza nə gəlir? 108. 108 olması üçün də 91 üstə gəl 17 olmalıdır da. Ki 108 də 9-a bölünsün. Ən böyüyü də 91 ola bilər. Say düsturunu işə sallıq. Say düsturu bərabərdir. 91 çıxılsın. 10 bölünsün. 9 üstə gəlsin 1. Yəni sonuncudan çıxırıq. Birincini bölürük. Neçəyə bölünürsə, neçə artırsa ona və üstünə 1 gəlməyi unutmuruq. 91 10 çıxanda 81, 81-i 9-a bölündə 9, 9-un üstünə 1 gələn cavabımız olur nə? 10, yəni B variantı almış oluruq düzgün cavabı. 5-ci sualda deyir cəmi tapın. Bu dayanmadan təkrarlanır. Bu isə dayanmadan təkrarlanır. 152, 144, 24, 16, 8. Bir də ortada 160. Yəni bu cəmdən axırda 160 çıxmalıyıq. Bəs bunlar neçə artırırlar? 2 artıb. 8, 8 artırlar. Nə gözəl. 152-yə qədər 8, 8 artırlarsa, əvvəlcə buranın sayını taparam.
Say bərabərdir. Sonuncu 152 çıxılsın 8. Bölünsün 8 üstə gəlsin 1. 152-dən 8 çıxdıq elədi 144. 144'ü böləndə 8-ə elədim. 18 düzdürmü? 18 və 18-in də üstünə 1 gələcək. 18-in də üstünə 1 gələndə elədinəm 19. Və bundan 2 dəfə var. Cəm üstünlüğündə də cəm bərabərdir. Sonuncu 152 üstə gəlsin birinci. Vurulsun say bölünsün 2. 160'ı böldü 2'ye buradan aldık. 80'i 19'u da 80'e vuranda eləyir. 152. Doğrudur mu? 80, 72, 152 de 19'a vuracaq. 152'ni 19'a vuracaq. Yox. Yəni 8 19'a vuranda 152 edir, düz üstünə. 80 ilə birlikdə 1520 edir. Və bundan 2 ədəd var ha. Yəni biri buradadır, biri də buradadır. İkisi birlikdə elədilər. 1520 bu da. Deməli 3040 bunlar eləyirlər. 3040'dan da 160'ı çıxmaq lazımdır. Bu dediyinə 2880 bəli. Cavabımız olan B variantı. Keçək bir digər suala. 5-ci sualda deyir ki, 6-cı sualda deyir ki, sağdakı stol hər sırada, hər sütunda və hər diaqonalda hər ədəddən yalnız bir dəfə olmaqla 1-dən 5-ə qədər ədədlərlə doldurulmalıdır. Əgər bəzi ədədlər şəkildə göstərildiyi kimi doldurulubsa, sual işarəsi yazılan kvadratdakı ədədi tapın. Standart Crawford. Yaxınlaşdıraq. Hər diaqonalda deyir. Deməli, bu diaqonalın 2'si var, 3'ü var, 4'ü də var. Bunun 5'i yoxdur ya da 1'i yoxdur, düzdürmü? Yəqin ki, sırayla hər ikisini yoxlamaqla tapa bilərdi. Bunu başqa ağlıma bir şey gəlmir. Yəni ilk öncə başqa nə edə bilərəm? Məsələn, ki, burada 3 var. Buranın 3'ü var, buranın 3'ü var, buranın 3'ünü. Ki, bura belə bir 3 yazsam. Bura belə bir 3 yazsam. 3'ü var, 3'ü var. Buranın 3'ü yoxdur. Buraya yaza bilmirəm, buraya yaza bilmirəm, buraya yaza bilmirəm. Buranın da 3'ünü buraya yazsam. 3 daha çoxdur deyə birinci 3 ilə getmək istədim. Buranın 3'ü məcbur bura düşür. Bu bizə kömək oldu. İşləri yazdıq. Ardından baxaq görə nə edə bilərik? 2'ləri necə yaza bilirik ya yox? 2'nin buranın 2'si var. Buranın 2'si yoxdur. Ki buranın 2'sini zaten bu diaqonalın burada da 2'si yoxdur deyə 2'ni elə buraya yaza bilərəm. Ən düzgün. Bu dəqiqə üçün bura başqa yaza bilmirəm. 2'ni məcbur buraya yazıram. Ardından buranın 2'si yoxdur. Buraya yaza bilmirəm, buraya yaza bilmirəm, buraya yaza bilərəm, buraya yaza bilərəm. 2'ni 2 yerə yaza bilərəm deyə hər iki qoy qalsın. Ona dəyməyək. Buranın 1'i var. Buranın 1'i yoxdur. Buranın da amma bilmirik. 1'i olacaq, olmayacaq. 1 burada olsa buraya ehtiyac olmayacaq. Həmçində digərləri. 2, 1, 3. Bura 4 mü 5 mi gələcək? 4 bura gəldiyinə görə məcbur bura 4 gəlməlidir, düzdürmü? 4 məcbur burada olmalıdır. O zaman bura avtomatik olaraq nə düşür? 5 düşür. 5 düşdüyünə görə avtomatik bura 1 olur. İndi düzgünlüyü yoxlamaq üçün davam elətdirəcəm. Deməli, bura düşdü 1. Yaxşı, 4, 2, 3, 1 ilə 5'in sırasıdır. 1'i buraya yaza bilməyəcəyimə görə 5'i buraya yazdım, 1'i buraya yazdım, 3, 5, 1, 4 avtomatik olaraq düşdü bura. 1, 4, 2 ilə 5'e ihtiyacımız var. Hər ikisini yaza bilərəm. Hələ ki buna dəymirəm. 3, 4, 2. Burada da 1 ilə 5'e ihtiyac var. Burada 1 var deyə 5'i buraya yazıram, 1'i buraya yazıram. 5, 1, 2 ilə 3'e ihtiyacımız, 2 ilə 4'e ihtiyacımız var. Hər ikisinin yeri məlum deyil. 3, 5, 1. Burada da yenə də 2 ilə 4'e ihtiyac var. 4 burada var deyə 4'ü bura atıram, 2'ni bura atıram. 5, 4, 3, 2'ni buraya yaza bilməyəcəyimə görə 1'i buraya yazdım, 2'ni buraya yazdım. 3, 1, 2, 4 avtomatik olarak burada 5 düştü. 1, 4, 3, 5 burada düştü. Ne? 2. 3, 1, 2.
Qaldı 1 ilə 5. 5 bura. Ha, 1 deyirəm, 4. 4 də bura. Hamısı əla. Hərəsindən bir dənə, hərəsindən bir dənə, hərəsindən bir dənə, hərəsindən bir dənə, hərəsindən bir dənə. Bura məcbur. Ən çox birinci üçlər deyə üçlər yazdım. Ardından zaten gəldi, yəni elə bura 1 düşə bilirmiş. Yaxşı, buranın 5 düşdüyü ehtimal bəs varmı? Yəni zaten bilirik 1 ilə 5 ola bilərdi. Mən 3-lərə qədər istəyirəm geri qaytarım. Görüm o qədər geri qaytarma olur burada. Qalanlarını da sileyim. 3-lərdən sonrasına. Tutaq ki, əgər buraya biz 5 yazsaydıq necə olardı? Bəs bura mən 5 yazsaydım. Niyə də ödənilmədi? Yəni cavabı 1 tapışıq, sadəcə yoxlamaq istəyirəm. Bura 5 yazsaydıq. İki, üç. Buranın 5'i var. 5'i buraya yazabilmeyeceğime göre mecbur bura 5 yazıram. O zaman 2, 3, 5 bura düşür. 1. Aha, 3, 2, 1, 3. 4 ile 5'e ihtiyacımız var. 5 burada olduğuna göre mecbur bura 5 yazıram. Bura 4 düşür. Buranın 4 oldu. Üstünün 4'ü yoktu. 1, 3, 5. 4'ü buraya yazabilmeyeceğime göre mecbur 4'ü buraya yazıram. Bura neyse düştüm. 2 düştüm. 4, 2, 3, 1 ile 5'e ihtiyaç var. Bu sırada 5 var diye 5'i buraya yazıram. Bura 1 düştü otomatik. Aha. 3, 5, 2 var. Neye ihtiyaç var? 4 ile 1'e ihtiyaç var burada. 1 bura düştü diye 4'ü buraya yazdım. 1 de bura. Ha, sabah burada olmurmuş. Bak görsünüz mü? Ya belə də sıxıntı verir. Ya bura 1 ile 4 yazmada sıxıntı verir. Yani bu sıranın 1 ile 4'e ihtiyacı var. Ne buraya yazamıram, ne de buraya yazamıram. Tamam, okey. Cavab elə 1'ymiş yani. 5'te alınmır. Zaten məcburləmək olmazdı. Alınmır. Yaxşı, keçək digər suala. Aşağıdaki hansı figur sağdaki figurun döndürülmüş formasıdır? Tamam. Dikkatle baksak bence tabiler o kadar çetin sorulardan değil bu. Merkezde dörtlü bir kubu var. Qırağına ikisi birləşibdir. Tamam, belə. Yaxşı. Bu zaten onunla əlaqəsi yoxdur. Yəni bunu dərhal çıxa bilərik. Ardından bunu bu formada qaldırsaq, bunu bu formada qaldırsaq. Bu ola bilər bu arada. B ola bilər. B uyğundur. Deydi hələ ki uyğunu deydi qalsın. Y. Aha, ikili sütundadır. Bunu bu şekilde aşırıbdı. Ha, bunu bu şekilde aşırıbsa bunun qırağa düşdüyü yer. Aha. Bax bu hissə budur. Budur. Bunun bizə tərəf baxdıqda bu yuxarıda qalmır, altda qalır. Fikir versiniz. Yəni bunun bizə tərəf baxdığını düşünün. O zaman bu altda qalacaq, üstdə qalmayacaq. Y də deyil. Yəni şeylə zaten eyni şeylər, ikisi də əlaqəsi yəni orada. Çünki belə bir fiqurun oxşarı varmı ki? Bunu belə qaldırdığımızda heç vaxt üst 2, burada 2, burada 2 diye bir şey var mı ki? Yoxdur elə bir fiqur. Qaldıq B ilə D-nin arasında. Aha. Bu açı hansındadır? Yəni bunlar bir-birinin tam olaraq güzgü əksləridir. Bu yuxarıya doğru qalxdıqda bunun baxdığı istiqamət bura olarsa, bu şəkildə olmalıdır, bəli. Bunun bizə tərəf baxdığı halda isə bu üzü o tərəfə baxmalıdır. Yəni bu burada yox, burada olmalıydı. Cavab olur B variantı. Bunların belə krek yolları yoxdur, yəni məcbur görüşlə, sadəcə beynimizdə biz o canlandırmanı hara baxdığını və s. 4 rəqəmli 2706A ədədi 9-a bölünür. A-nın qiymətini tapın. Deməli, bunun 9-a bölünməsi üçün olmadı. Rəqəmlərin cəmi 9-a bölünməlidir. Sadə qaydadır.
Bu üçünün cəmi bizə verir nəyi? 15-i. A-nın 9-a bölünməsi üçün nə olmalıdır? 3 olmalıdır ki, cəmi 18 olsun ki, 9-a bölünsün. Cavabımız olur nə? B variantı və keçirik növbəti suala. Cil mümkün olan ən böyük kəsiri düzəltmək üçün aşağıda göstərilən ifadədəki qutuların hər rəqəmdən bir dəfə istifadə etmək şərti ilə 2, 3, 4, 5 və 6 rəqəmlərlə doldurulması. Bu kəsir ixtisar şəklində sürətdə n məxrəcdə D olsun. N plus D-nin qiymətini tapın. Ən böyük kəsiri düzəltmək istəyirsə, bacardığımız qədər böyük ədədləri aşağılara doğru yazarıq. Ən böyük kəsiri düzəltmək istəyir. Hər ikisindən çıxarım almaq lazımdır. Deməli, bizdə buradan deyir ki, cil mümkün olan ən böyük kəsiri düzəltmək üçün aşağıda göstərilən ifadədəki qutuların hər rəqəmdən bir dəfə istifadə etməli. 2, 3, 4, 5 və 6 rəqəmləri ilə doldurulmaq istəyir. Bu kəsir ixtisar şəklində göstərir. Sürət n məxrəcdə olsun. N plus D-nin qiymətini tapın. Ən böyük almaq istəyirəmsə, tutaq ki, bura A yazsam, bura B, C, D və Y yazsam. S-nin üstünə əgər gəlmək istəyirəmsə, bunu burada nə alınacaq? Deməli, alınacaq Y məxrəcdə qalacaq. Y vurulsun, S üstə gəlsin, D olacaq burada. Düzdürmü? Avtomatik olaraq məxrəcdə olan, məxrəcin məxrəci həmişə yuxarıya qalxır. Bunu belə başa düşək də. Məsələn, tutaq ki, əgər ki biz 2-ni bölürüksə 2-yə, bölürüksə 2-yə, yəni bu 2 bölünsün 2-dir, bu avtomatik olaraq onu vurmaya çevirir də, yəni. Ardıcılan getdiyimizə görə. Yox, əgər 2 bölünsün 2-yə, 2 vurulsun 2 kimi bir şey olur o. Necə olur? Yəni, məsələn, burada 5-dir, burada 3-də 4. 5-i böləndə 3-də 4-də bu nə idi? 5 vurulsun 4-də 3 idi. Fikir versinizsə, 4 burada qalır, 3 artıq 5-ə vurulur. Yəni 3 yuxarıya qalxır. Yəni məxrəcin məxrəci həmişə nə edir? Yuxarıya qalxır. Bu istənilən halda belədir. Yəni çəkim olaraq da belə göstərə bilərəm ki, məsələn, bu şəkildə əgər kəsir xəttləri varsa, buradakı məxrəc həmişə 2 xətt yuxarıya qalxır. Bura qalxacaq. Buradakı da 2 xətt yuxarıya qalxacaq. Yəni bu qalxıb buradakına vurulub təzədən bir də yuxarıya qalxacaq. Belə bir şey olur. İndi burada da gördüyümüz budur. Bax, Y aşağıdadır və ondan 2 xətt yuxarıda bir şey varsa, Y qalxacaq B-nin yanına. Deməli, ən üstdə olacaq B vurulsun Y. Altda isə oldu nə? S ilə Y üstə gəlsin D qaldı. Altda bir də bunların üstə nə gəldi? A gəldi bunların üstə. A-nı da bunlara vurub yuxarıya yazsaq. Deməli, A vurulsun, yuxarı olacaq nə? A vurulsun, S, Y, üstə gəlsin A, D. Bölün, üstə gəlsin B, Y. Aşağıda da S Y üstə gəlsin D. Bu suala nə qədər vaxt xərclədik biz? Burada bir şey var amma mən görmürəm. Peki mötərizə xərcdən çıxarmağı düşünsək, A-nı çıxartdıq, S-yə üstə gəlsin D verdi bizə. Aşağıda da S-yə üstə gəlsin D var. A-nı çıxartdım mötərizə xərcindən. S-yə üstə gəlsin D. Üstə gəlsin B-yə. Aşağıda da S-yə üstə gəlsin D var. Mümkün ən böyük hasili. Maraqlısı odur ki, biz nə qədər böyük rəqəmlər eləməyə çalışsaq belə, biz bu ədədlərə yaxınlaşmırıq belə. Mümkün ən böyük kəsiri. O zaman yəqin ki, ixtisar olunmamalıdır. Bunlar elə bir şey düşünürlər ki, məsələn, 3-də 70 məsələn. 3-də 91 kimi. İxtisar olunmayacaq bir şey lazımdır bizə.
Yuxarı aşağı ixtisar olunması üçün B-yə, S-yə, D şərtini ödəməlidir ki, bu ixtisar olunsunlar. Hı. Yaxşı, aşağıya ən böyükləri yazdım. 5 yazdım, 6-nı yazdım. D'yə də 4 yazdım. 4 yazdım, 5 yazdım, 6-nı yazdım. Aşağı elə də 34. Ya da aşağı elə bir şey yazmalıyıq ki, bəlkə ixtisar olmasın. Sadədə də almağa çalışaq aşağını. Aşağını sadədə də ala bilirik. 4 vurulsun, 5 3. Məsələn, aşağıdan elə bir şey alaq ki, ixtisar getməsin də, sadədə də alaq. Bunlarla bu dəqiqə sadədə də ancaq 20 çala bilirəm məncə. Başqa elə bilirəmmi? 32, 33, 34 hamısı gedir. Amma S ilə də Y-yə 4 ilə 5 versəm, 5 ilə 4 20, D-yə də 3 versəm, sadədə də almam. Aşağını 20 çaldım sadədə. Görə yuxarıda bu necə təsir göstərəcək? 3-ü qoydum yenə 4, 5 yazdıq. Y-ni yenə 5 qoyduq. A-ya gəl 6 verək. B-yə də bir dənə qaldı, 2 qaldı. Tamam. 23-ü vurduq 6-ya. Elədi, deməli 138 üstə gəlinsin 10. 23 yuxarıda elədi neçə? 148. Yəni ala bildiyimiz ən böyük budur da. 23-də 148. Yəni böyük kəsir deyilsə biz onlardan daha böyüyünü almışıq. 148-dəki 23-ə bölünmür. Düz deyil. Maraqlı. Yəni ən böyük kəsir deyilsə alsan ən böyük kəsir. Yox, buradakı məsələ əgər bunun tam ədədə çevriləndə daha böyük olmasıdırsa, o zaman başqa. Yenidən buradakı ən böyük kəsir məsələsi biraz sıxıntıdır. Yəni bu dəqiqə üçün bizim aldığımız ədəddən daha böyük necə ala bilər yaxı? Yəni bu dəqiqə n ilə d-nin cəmi buradakı ədədlərin hamısından böyükdür. Yaxşısı mən biraz düşünüm. Mən biraz düşünüm, sonra video kaydı davam etdirəcəm bunu. Bir də öz-özümə həll edeyim bunu, görüm nə edə bilirəm. Burada nə çıxara bilirəm ortalığa. Aha. Hesaplayanda bir şey ağlıma düşdü. Biz indicə burada deyəndə 23-ü dedi amma 13-ü demədi. 13 də sadətdə biz niyə 13 almağa çalışmadıq bayaqları? 13 almağa çalışsaq əslində düzəlirmiş. Deməli, elə buradan davam edəcəm çünki bu hissəni çözdükdə bizdən nə istədiyini. Bizə lazımdır ki, kəsr ixtisara getməsin ki, kəsr ixtisara getməsə sürət daha böyük olacaq və biz daha böyük ədəd ala biləcəyik də. Belə olan halda S-Y-D-nin cəminin 13 almağa çalışmalıyıq, düzdürmü? Burada da mən nə edərəm? Y2 dəfə istifadə olunub da S-yə 2 verdim. Y-yə 5 verdim, D-yə 3 verdim ki, aşağı 13 olsun. A zaten 6-dır, ən böyük hasil almaq çalışırıqsa əgər. Y 5, 2, 3. Bunlar da qaldı nə? 4 ilə. Nə qaldı bunlara var? Hə, 4, Y zaten 5 idi. Hə. Tamam. 2, 5, 10, 10 üstə gəlsin 3, 13. Burada da 2, 5, 10, 13, 6, 78 üstə gəlsin 20. Yuxarılayır 98, aşağı edir 13 və bunların cəmləri neçə edir? 111 edir. Yəni qısacası biz məxrəcdə sadə ədəd almağa çalışmalıyıq. Yəni o məntiqi düz tutduq, amma nədənsə 13-ü yox, 23-ü seçdim. Maraqlıdır. Ya da bayaqlar ədədlərimi yazmışdım üstünə, ona görə görməmişdim. Çünki mən silib ədədləri yazanda ancaq o kombinasiyaya getməyə çalışırdım ki, sürətlə məxrəc ixtisar getməsin. Çünki bizə o sözü bilərəkdən deyiblər ki, bu kəsr ixtisar şəklində göstərildikdə sürət n məxrəc d olsun deyirsə, biz elə deməliyik ki, o zaman ixtisarı getməmək üçün də məxrəc ancaq nə edə bilərik? Sadə ədəd verə bilərik. Belə olanda yuxarı ixtisar getməz. Belə, yəni ən düzgün cavabı budur. 78 üstə gəlsin 20 bölünsün 13 ya da elinəm 111, yəni B variantı olmuş olur. Yəni əməllicə vaxtım apardı bu arada bu sual. Həqiqətən də əməllicə vaxtım apardı. Biraz sualdakı cümlələr adamı sıxırdı. Yəni qısacası onu anlamağa çalışmaq mənim vaxtımı çox alır ki, bu bizdən nə istəyir yəni. Məsələn, qiymət olaraq da baxdığımız zaman da indi aldığımız ədədin məsələn 98, 11 ədəd olaraq da zaten ən böyüyünü almış olduq. Yəni məxrəc sadə ədəd olması bizə ədəd olaraq da ən böyüyü verdi. Çünki
biz baxdığımız zaman böyük kəsir dediyimizdə nədən gedir söhbət? Daha böyük ədəd olmasından, düzdürmü? Və mən düşünürəm ki, belə olan halda da zaten ən böyük ədədi də əldə eləmiş olduq. Yəni qısacası əvvəldən ona işləsəydik, biz əvvəlcədən məxrəci xırda götürməyə çalışdıq, amma məxrəci səhv eləmirəmsə biz 10 alırdıq və 10 da ixtisar gedirdi. Yəni bayaqları xatırlayırsınızsa biz məxrəci 10 almışdıq bu arada. Yəni məxrəci 10 alanda da sürət 75 eləmişdi. 75 ilə 10-a böləndə 7,5 düşürdü. Amma indi biz məxrəci 13 aldıq deyə 98 bölünsün 13-dən hesabladığımızda isə burada 13 almışıq da təxmini bayaqki dəyərlə hesabladığımızda 98 bölün 13. Yenə 7,5-ə yaxındır. Sadəcə çox cüzi bir fərqi vardı. Elə bir 7,53 eləyir bu. Yəni bayaqları məsələn 7,5 edirdi. Sən də 7,53 edir. Yəni fikirləşin ki, bu kiçik nüansa görə biz 1 saatda əlləşirik də, yəni. Yenə də məxrəci ən kiçik almağa çalışmalıydıq. Sadəcə belə bir fərq olmalı idi ki, məxrəc sadə olsun, yəni. Buna diqqət etmək lazım imiş. Olsun, yəni həqiqətən də qəşəng sualdır, çox qəşəng sualdır, amma qəşəng də vaxt apardı, yəni. Edison Bernard'dan 30 yaş böyüdür falanlar filanlar. Bu 4-cü sinifdə gördüyümüz sualdır. Sadəcə burada bizdən Edison'ı soruşur. Yəni 4-cü sinifə əgər baxmısınızsa videodan xəbəriniz var, yoxdursa da yəni gedib oradan baxa bilərsiniz. Buradakı anlayışları necə yazdığımızı. Çünki mən burada birbaşa cavab yazmağa çalışacağam. Ən kiçik Donald'dır. Donald'ı X verəcəm. Donald X olandan sonra Caitlin olur nə? Deməli Caitlin olur X plus 10. Bernard olur X plus 10 plus 20 30. X plus 30 olduğuna görə Edison olur nə? X üstə gəlinsin 60 olmuş olur. Və onların 5 il əvvəl yaşları cəmi 180 isə bu dəqiqə hamısı 5 yaş artı və 200 olmuş olur. X üstə gəl, X üstə gəlsin, 10 üstə gəlsin, X üstə gəlsin, 30 və üstə gəlsin, X üstə gəlsin, 60 bərabərdirsə 200-ə. 4x üstə gəlsin 100 bərabərdir 200 və 4x bərabərdir 100-dürsə x bərabər olur 25-ə. Deməli, Donald'ın 25 yaşı varsa, Edison'ın neçə yaşı olacaq? 25 üstə gəlsin 60, yəni 85 yaş olmuş olacaq. Cavabımız olacaq D variantı. Keçək növbət sualımıza. 11. Aşağıdakı kubun hər birinin üzünün 1-dən 6-ya qədər ədədlər var. Həmin kub qarşı və s. və ilə axır. Mənim bildiyim qədər desəm bu sualı da birlikdə işləmişdik biz. Burada bunun bir 2D formasını işte burada çəkə bilirəm də kameraya manipulyatör etmirəm. Burada belə çəkək. Bunun bir 2D formasını çəkək. Deməli bura əslində nə qədər böyük yazsam mənə xeyri var, çünki orada çox iş gedəcək. 3 dənə burada, 3 də bundan sağa. 1, 2 və 3. Belə. İndi bizə deyir ki, kubların qarşı tərəfləri 7-yə bərabər olmalı. Deməli, kub düşünək. Bu kubun qarşı tərəfləri 7 verməlidirsə, məsələn, 6 əgər 6-dırsa yuxarısı 1 olmalıdır. Sağı 2-dirsə solu 5 olmalıdır. Önü 3-dürsə arxası 4 olmalıdır. Yəni bu şəkildə hamısının cəmi 7 verməlidirsə. İndi burası 3-dürsə, bax, burası 3-dür. Buradan belə gedəcəm. Bura 3-dürsə, bura neçə olmalıdır məcbur? Bununla üzbəüz olan tərəf 4 olmalıdır. Doğrudurmu? Və bir-birinə birləşik hissələr isə deyir ki, bir-birinə toxunan hər hansı 200-ün ədədlərin cəmi isə nə olmalıdır? Həmişə 8 olmalıdır. Deməli, bir-birinə toxunan hissələr 8 olmalıdırsa, bura nə düşəcək? 4 düşəcək avtomatik olaraq. Məcburdur. Bir-birinə yapışan hissələr 4. Və bizim bu danışdığımız görünməyən hissələrdir. Yəni 3-ün arxası çünki ordadır da bura görünmür, düzdürmü? Burada 4. Bunun arxa tərəfindədir. Hansı ki, bir-birinə birləşən hissə. Burası da 4-dür, orası da 4-dür. Bu 4 son qarşısı 3-dür. 3 ilə birləşən 5 olmalıdır. 5-in arxasına 2 düşür. İndi buradakı kub, buradakı kubun həmçinin burada belə bir şey çəkək. Buradakı kubun bu dəqiqə üstü 4-dür. Üstü 4-dürsə deməli 6 3-dür. Düzdürmü? Bu dəqiqə biz burada gördük ki, burasına 5 düşür, arxası 2-dir. Deməli bura 5-dirsə arxa tərəfi 2-dir. Deməli yanlara nələr qaldı? 6 ilə 1. Əgər mən bura 6 versəm, bura 1 olacaq. Doğrudurmu? Bura 1 olsa birləşən tərəfin cəminin 8 olması üçün gərək bura 7 ola. Belə bir şey də mümkün olmayacağına görə məcburam mən nə etməyə? 1-i bura, 6-nı buraya yazmağa. 6 ilə birləşik 2, 2 ilə üzbəüz 5, 5 ilə birləşik 3, 3 ilə üzbəüz 4, 4 ilə birləşik 4 və 4 ilə üzbəüz 3. Yəni bu hissə nə olmuş olacaq? 3 olmuş olacaq.
Yəni sual çətin deyil, sadəcə orada bir dənə o hissəyə diqqət etmək lazımdır. 6 ilə 1 məsələsi. Yəni digər hissələr o qədər də qarışıq deyildi deyə düşünürəm. Elin 5 cins şalvar və 3 köynək alarsam, deməli bu tipli suallarda ümumiyyətlə nə edirsiniz? Bacardığınız qədər ümumiyyətlə mən videoları izah edərkən videonu dayandırıb misalı özünüz əvvəlcə həll etməyə çalışın, sonra mənlə birlikdə baxın. Yəni ən məsləhətlisi budur. Çünki mən birbaşa sualların izahına keçirəm. O səbəbdən deyirəm. Nə biz nə qədər pulumuz var bildik, nə cins şalvar neçədir, nə köynək neçədir, heç bir şey bilmiriksə, bilin ki, bu tipli suallar sistem təlli ilə həll olunur. Bizim A qədər pulumuz var. O puldan 5 cins şalvar X götürsək, köynəyi də Y götürsək, A'dan 5X-i və 3Y-i çıxdıqda 115 eləyir. Amma A'dan 8X-i və 7Y-i çıxanda isə 115 dollarımız çatmırsa, bu deməkdir ki, 115 dolları kimdən salmalıyıq? Borca girməliyik. Mənfi olmalıdır yəni. Bu şəkildə yazsaq, bu zaman nə edərik? Yuxarıdan aşağı nə edərik? Çıxarıq. Yuxarıdan aşağına çıxaq. Yuxarıdan aşağıya çıxanda deməli nədir? A'lar getdi. Mənfi 5x çıxılsın, mənfi 8x çıxılsın, 3y çıxılsın, mənfi 7y bərabərdir 115 çıxılsın, mənfi 115. Mənfilər müsbətə çevirirdi. Burada da 2 dənə mənfi var. Müsbətə, burada da çıxılsını qoymamışam bu arada. 2 dənə mənfi müsbətə, burada da 2 dənə mənfi müsbətə çevrilir. 5x-in mənfi 5x-in üstə 8x gəndə burada allıq 3x çıxılsın. Burada da 7y ilə 3y birlikdə verir bizə. 4y bərabərdir 115. Bu arada çıxılsın 3y çıxılsın mənfi 7y. Bu plusa çevrildi deyə 4y plus kimi gəlir bura. Tamam, o zaman bura plus olur. Bərabərdir 115-dən də mənfi 115-i çıxanda 230-da bura eləyir. 115 bu ikisi də plusa çevrilir, 230 edir. 3 cins şalvar və 4 köynək birlikdə neçə imiş? 200 dollar, 230 dollarmış. Şimdi bizdən də onu soruşurdu zaten. 3 cins şalvar və 4 köynəyin qiyməti soruşdu. Cavabımız olur, yəni B variantı. Ya da ədəd qoymaq elə bilərsə, amma inanın ki, çox vaxt aparar. Yəni bu tipli suallarda bilin ki, sistem tənliyi formasında həll eləsə, zaten sizdən istənən şey avtomatik olaraq sadələşib ortaya çıxacaq yəni. Festival zamanı hər bir təyyarə biletinin qiyməti 40% artıb, 98 bilet alına bilən eyni məbləğə pulla daha baha qiymətə neçə bilet almaq olar? Bu tipli suallarda dərhal yerinə qiymət qoyaq. Tutaq ki, bir təyyarə biletinin qiymətini götürək 10 manat. Normalda 10 manat idi, 98 dənə bilet ala bilir. 98 dənə bilet alanda 980 dollar xərcləyirdimsə, düzdürmü? İndi biletin qiyməti 40% artıb, yəni 10 idisə nə olubdu? 40% artıb nə deməkdir? Vur 140 böl 100 və ya birbaşa 10 vurulsun 1,4 deməkdir də. Yəni indi olub 14 manat. Deyir bəs 14 manatsa indi nə qədər? O ala biləcəyin pula indi nə qədər ala bilərsən deyirsə, yəni 980-i böləcək nəyə? 14-ə. Yerləşir 7 dəfə. Və 0 da gəlir düşür bunun arxasına olur nə? 70 dəfə ala bilirik. 70 ədəd bilet ala bilirik daha doğrusu. Keçək digər suala. Yanvarın 1-i 2021-ci il 1 yanvar cümə gündür 2021 boyunca həftənin hansı gün daha çox olacaq? Deməli bu qayda nəyə əsaslanır? Unutmayın. Qısa illərdə 365 olan illərdə 1 yanvar ilə 31 dekabr eyni olur. Uzun illərdə 366 olanlarda isə 1 yanvar ilə 30 dekabr, 2 yanvar ilə isə 31 dekabr eyni olur. Belə olan halda, yəni qısa illərdə yanvarın 1-i nədirsə, ilin sonunda 10-la bitdiyinə görə 365 bölünsün 7 hər həftədən 52-dən olur. Yəni hər həftə günündən 52-dən olur. Bir dənə qalıq 1 var. Yəni bu hansısa həftə gününün digərlərindən çox olacağı mənasına gəlir ki, o da sizcə hansıdır? Təbii ki, yanvarın 1-i ilə 31 dekabra düşən. Yəni burada indi 1 yanvar cümə günüsə, deməli cümə günü 53 dəfə olacaq. Digərləri amma 52 dəfə olacaq. Uzun ildə isə 1 yanvar və 2 yanvardakılar hansılardırsa, onlar 53 dəfə olacaqlar, digərlərin olacaq 52 dəfə olacaq. Bunu belə qısacası göstərmək lazım olarsa, bu şəkildə göstərmək olar. Deməli, istənilən bir kalendar yazaq. Yəni təqvim. Təqvim yazaq yaxşısı. Hələ bizim ilin təqvimi. Təqvim 2025.
PDF yəqin açır bu. Vektor PDF ki, bu niyə o qədər qeyd açıldı? Çap üçün illik təqvimlər, planlayıcılar. Şəkil kimi açsınlar müdafiə yaxşı. Aha, çok güzel. Düzdür, bu istehsalat təqvimidir, amma bizim üçün vacib olan deyil. Bizim üçün vacib olan nədir? Diqqətlə baxın, görəcəksiniz ki, burada nə var. Deməli, 2025-ci il qısa ildir. Yanvarın biri baxın nədir? Çərşənbədirsə, dekabrın 31 avtomatik çərşənbə olacaq, baxın. Dekabrın 31 çərşənbədir. Yəni, bu o deməkdir ki, bazar ertəsi, bazar, nə bilim, şənbə, cümə axşamı, ardından çərşənbə axşamı, bunların hamısı 52 dəfə 52 dəfə olacaqları bir il ərzində. Amma çərşənbə özü isə 53 dəfə olacaq, tamam mı? 52 dəfə bunlarla, bir də elə bil ki, buradan başlayıb tam olaraq gələcək dekabrın 30-da hamısı 52-sini tamamlayacaq. 53-cü təkrar nə olacaq? Çərşənbənin özü olmuş olacaq. Amma uzun illərdə isə, məsələn, Məsələn 2024'də. Uzun illərdə necə olacaq? Elə indi bayram günləri qeyd olunubsa elə buna girmiyorlar. Burada şəkil böyümədir. Buna girək. Yəni istehsalat təqvimləri yaxşı sözlərdir. Ara yerdə Azər Qəmbərovunda reklamla apardıq. Təlif haqqı alacağım sizdən. Deməli, burada da yanvarın 1-i bazar ertəsi, yanvarın 2-si isə çərşənbə axşamı, düzdürmü? 1-dən 2. Avtomatik olaraq burada dekabr nədir? 30-31 2 verirsə, bazar ertəsi ilə çərşənbə axşamına düşəcək. Yəni, bazar ertəsi ilə çərşənbə axşamı başlayıb. Nə gözəl, özə yanvarın 1-i bazar ertəsindən başlayıbdı. Uzun ildir. Maraqlı il olub 2024. Bazar ertəsi çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar. Deməli, yanvar ayı gəldi, başladı bunları getməyə, başladı dövr eləməyə, dövr eləyir, həftələr dövr ta ki dekabrın 29-una çatanda bunların hamısının 52-cisi tamam oldu. Niyə o birisində dekabrın 30-unda olmuşdu, bunda dekabrın 52'sinde olmuştu. Səbəb təbii ki, fevral ayının bir günü artıq olması. Fevral 29 olduğuna görə təbii olaraq orada neynədir? Bir gün bizi irəliyə çəkdirdi. Və həmçində bununla bağlı bir şey dediyim ki, fevral ayı uzun illərdə meydana gəlir. Bunu hamını təbii ki bilirsiniz. Maraqlı isə odur ki, fevral ayının həmişə 29 gün olanda ilk günü ilə son günü eyni həftə gününə düşür. Yəni bu da suallarda çox vaxt soruşulur. Əlavə məlumat da verdim. Belə olan halda nə oldu? Deməli 52 dəfə bunların hamısı təkrarlandı və 53-cü dövrə gəldiyimizdə 30 ilə 31-i bazar ertəsi və çərşənbə axşamı olduğuna görə bunların hərisi bir dənə artıq, yəni hər ikisi 53-cü dəfə istifadə olunmuş olur. Qısa ildə, yəni ümumi məzmunda belə deyə bilərik ki, qısa ildə yanvarın 1-də hansı həftə günüdürsə ən çox o istifadə olunur. Uzun ildə isə yanvarın 1-də və 2-də olanlar, ikisində olanlar ən çox istifadə olunanlar olmuş olurlar. Deməli, burada avtomatik olaraq cavabımız olacaq nə? Elə cümə günü baxdığımız zaman cavablarda cümə günü yoxdur. Cavab olur nə? Y variantı. Yəni zaten bunu bilərəkdən yazıblar da. Y variantına. Qaydanı bilən sadəcə tapa bilər. Oturub sayası deyirsiniz ki, ən çox hansı istifadə olunubdur deyə. Paulun 100 kürəciyi var, o kürəcikləri 7 topa ayıracaq. Ən çox sayda kürəcik yalnız bir topada ola bilər. Kürəciklərin sayının ən çox olduğu topada mümkün olan ən az kürəcik sayı nə qədərdir? Deməli, biz zaten bilirik ki 107-yə bölünmür. Birində çox olmalıdır, amma bu çox olanında bizdən ən azını istəyir. Ən çox olan hissəsi idi, bəsit idi. Zaten 1, 1, 1, 1, 1. Bu 6 dənənin hərəsinə bir dənə 1 verərdim. Yerdə qalan 94 dənə də digərinə verərdim. Bu olardı ən çox olduğu hal. Ən az olduğu halda isə 100-ü bölərəm 7-yə təxmini düşür neçə? 14, qalır 2. Həmin o qalır 2-ni deməli sonuncuya verəcəm deməli. Hamısı 14 olacaq. 14, 14, 14, 14 və 14. 6 dənə 14 olacaq. Bu eləyir 84 dənə. Sonuncu olacaq neçə? 16 dənə. Hamısı oldu nə? B variantı.
16. C ağlında 8 müxtəlif tam ədəd tutub ədədlərdən heç biri digərinin bölünəni deyil. Bu 8 ədəd arasında ən kiçik 2 ədədin mümkün ən kiçik arasında. Avtomatik olaraq 6-dır cavabıma baxaq. Çünki burada nə baş verir də? Yəni 8 ədəd heç biri də bir-birinin bölən deyilsə, sadə ədədləri sırayla yazaram. 2, 3, 5, 7, 11, 13, 17 və 19. Bitdimi? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bitdi. 8 ədəddir. Heç biri də bir-birini bölən deyil. Ən kiçik hasildə neçədir? 6-dır. Tamam. 17-də. Ən maraqlı ədəd o 4 rəqəmli ədəddir ki, həmin ədəddə minlikdə və yüzlükdə yazılan rəqəmlərdə formalaşan 2 rəqəmli ədəd onluqda və təklikdə yazılan 2 rəqəmin hasilidir. Məsələn, 1535 maraqlı ədəddir. 3, 5, 10 falanlar, 66, 20 maraqlı ədəd deyil. Çünki tam okey bildik. Yəni qısacası bu ədəddə A, B, C, D-dirsə, C-ni D-yə vuranda AB alınmalıdır. Və bizdən nə istəyir ki, bu cür məsələn 15-35-də fikir versiniz, 15-35-də 3-ü 5-ə vuranda 15 eləyir və 15 də öndədir. Məsələn buna 35, 75-i göstərmək olar. 7-yi 5-ə vuranda 35 eləyir və öndə də 35 yazılıb. Bu maraqlı ədəddir. Həqiqətən də maraqlı ədəddirlər. Bu cür maraqlı ən böyük və ən kiçik ədədlər arasındakı fərqi tapın. Sual da maraqlıdır. Amma cavab o qədər də çətin cavab deyil. Yəni cavab sadədir. Düşündüyümüzdən daha sadədir. Burada bizim eləməli olduğumuz nədir? Ən böyük və ən kiçik ədədi almaq. Ağlıma gələn ilk nədir? 9, 9 ilə 81 alarıq. Ən böyük olar yəqin ki 8199. Ən kiçik də 10. 2 ilə 5-dən də 10 olaram da. Əvvələ sadəcə 9 yaza bilmirəm, çünki 9-u ancaq ona vuranda ala bildik də. 2 rəqəmdən maksimum 81 ola bildim. Ondan böyük də ki. Ağlıma başqa variant gəlmədi. Deməli 9, 9, 8. Tərsə yazdıq. 8, 1, 9, 9. Bu ən böyük ədədimiz olacaq. 9-un 9-un hansıdır 81-dir. Ən kiçiyimizdə 1, 0, 2, 5. 52 yox, 25 bu arada. Ən kiçiyi deyirsə bundan gedir söhbət. Arasındakı fərqi tapmışsa bunların fərqini tapacaq da. 4, 7, 1, 7. 71, 74 olacaq bizim sualımızın cavabı. Amma bu arada yadındayken deyim, Sasmo cavab kitabçalarında sizə 4 rəqəmli yer ayrılır. Yəni açıq suallar üçün 4 rəqəmli yer ayrılır. Yəni cavabı əgər ki 4 rəqəmdən böyük tapırsınızsa bir dəfə də yoxlasaz yaxşı olar. Yəni indidən elə burada da. Yazanda əgər tapırsınızsa bilin ki 4 rəqəmdə artıq rəqəm alınmır oradan. Bəlkə də bu illər cavablar dəyişərlər, yalançı olar, amma yəni neçə vaxt elə gedir. Məktəbdə 2 dərnək var. İncəsənət və musiqi dərnəyi. Məktəbdəki bütün 5-ci siniflər ya dərnəyə qoşulmayıblar, ya birinə qoşulublar, ya hər iki dərnəkdə. Cümlənin quruluşunu anladım. Ya dərnəyə qoşulublar, ya da qoşulmayıblar olmalıdır normalda. Bu 5-ci siniflərin bəziləri dərnəyə qoşulmayıblar. Bəziləri birinə, bəziləri isə hər iki dərnəyə qoşulublar. Versə daha düzgün olardı. Şərtlər aşağıdakı kimidir. Cəmi 900 nəfər 5-ci sinif şagirdi var. 253 nəfər dərnəyə qoşulmayıb. İncəsənət və musiqi dərnəyində eyni sayda şagird var. Rəssamlıq dərnəyindəki şagirdlərin sayı dərnəyə qoşulmayanların sayından 171 nəfər çoxdur. 2 dərnəkdə neçə şagird var? İncəsənət, musiqi, rəssamlıq hardan çıxdı? The name is art club and the music clubs at the same students. Art club and music club. So the number of students art club is 171 more than of students without club. Okay, tamam. İncəsənət. Bu da incəsənət. İncə S. Dərnəyindəki şərtlənsə falanlar filanlar. Tamam, okey. 253 nəfər dərnəyə qoşulmayıb. Deyir ki, İncəsənət dərnəyindəki şagirdlərin sayı dərnəyə qoşulmayanların sayından 171 nəfər çoxdur.
253 nəfər dərnəyə qoşulmayıbsa, deməli indi sənətdə neçə nəfər var? 253 üstə gəlsin 171 nəfər. Deməli 4, 2, bu da 4. 424 nəfər incəsənətdə var. 2 dərnəkdə neçə şagird var? İncəsənət və musiqidə eyni sayda şagird var. Burada da 424-dür. Tamam. Qaydamız nə idi? A üstə gəlsin B çıxılsın A ilə B-nin. A üstə gəlsin B bərabərdir A ilə B-nin kəsişməsi üstə gəl A ilə B-nin nəyi? Birləşməsinə bərabər idi. A ilə B deməli bunlar 424-ün 424-dədirlər. Düzdürmü? 2 dərnəkdə neçə şagird varsa, bu arada biz birləşməni tapmalıyıq. A ilə B-nin birləşməsini tapmalıyıq. A ilə B-nin kəsişməsi 2 dərnəkdə neçə şagird var? A ilə B-nin cəmi 424-ün 424-dədir. A ilə B-nin birləşməsini tapmalıyıq. Burada da A ilə B-nin kəsişməsi. Məncə belə eləmək olar da. 900 nəfər yoxdur. 900 nəfərdən çıxanda 253 nəfəri qoşulmayanları. Yerdə qalan rəqəm də bunlardan çıxarıq da. Düz deyil. İki dərnəkdə məncə burada birləşməni soruşmadı bizdən. Kəsişməni soruşur. Çünki mən kəsişməni tapa bilməm. Birləşməni tapmaq asandır, kəsişməni tapmaq çətindir. How many citizens are there in 2 clubs? Boss club demir axı. Maraqlı. Bizə nə gedir tapaqdır. Deməli 900 nəfər 5-ci sinif şagirdindən 253-ü dərnəkdə istifadə eləmir. 253-ü biz buradan tataq deyə çıxaq. 647 nəfər dərnəyə qoşulan var. 647 nəfər normalda qoşulur, amma 424-ün 424-də adam var. Düzdürmü? 848-dən də çıxaram nəyi? 647-ni. Burada 1 eləyər. 0, 201 nəfər. 201 şagird hər ikisinə qoşulanlardır. Yəni 647 nəfərdən 201 hər ikisinə qoşulub. Hər iki dərnəkdə neçə şagird var soruşursa, zaten cavabı 647 olar. 900-dən çıxaram 253. 647 nəfər zaten var. 2 dərnəkdə neçə şagird var. Məncə hər ikisində eyni vaxtadan gedir söhbət deyə düşünürəm. Bu zaman 201-dir yəni. Məncə. 2 dərnəkdə neçə şagird var? Yəni 2 dərnəkdə ümumilikdə nə qədər şagird olduğu bilmirəm. Açıq şəkildə 900-dən zaten 250 çıxanda 647 nəfər 2 dərnəkdə də var. Amma əgər ki bizdən hər ikisində eyni vaxtda neçə nəfər soruşursa, bəli o zaman 424-dən 424-ü toplayaram. 848-dən də çıxaram dərnəkdə iştirak edənlərin sayını. Yerdə qalan 201 hər ikisində olanların sayıdır. Yəni normalda 647 nəfər var. Necə oldu ki 201-ə çıxdı? Bu deməli 848-dən 647 çıxanda yerdə qalan 201 nəfər hər ikisində var. Həm onda, həm bundadır. O səbəbdən də 201 nəfər olmuş olur bizim sualımızın cavabı. Eyler venlərlə geçsəydi necə tapardıq? Deməli 2 də dərnəkdir. Bura x desəm, düzdürmü? Ortaq olanı x desəm. Rəssamlıq 171 nəfər, yəni incəsənət deyək. İncəsənət 171 nəfər çox olduğuna görə bayaqlar 253-ün üstünə gəldik 171-i aldıq nə? 4, 2, 4, 424. Deməli burada sadəcə incəsənət və musiqi. İncəsənətdəki uşaqların sayı 424 çıx x qədərdir. Musiqidəkilərin sayı da 424 çıxılsın x qədərdir və bunların toplamı nəyə bərabərdir? 900 çıxılsın 253-ə. Tamam mı? O zaman 424 çıxılsın x üstə gəlsin x üstə gəlsin 424 çıxılsın x bərabərdir nəyə? 900-dən də 250 çıxanda qaldı neçə? 647. Düzdürmü?
647'ye. 424'də 424 edir neçə? 848. 2-dən minus x bir deyik. 848 çıxılsın x bərabər 647'ye. Deməli x nəyə bərabərdir? 201'ə bərabər olmuş olur. Yəni hər ikisində zaten eyni şey tapırıq da. Hər ikisində eyni vaxtda olanların sayını, ortaq olan şagirdlərin sayını tapmış oluruq. Fərq yoxdur, yollayıblar. Sadəcə cümlə həqiqətən də tərcümə mükəmməl dərəcədə bərbaddır. Google Translate məncə daha yaxşısını bacara bilərdi deyə düşünürəm. Ayda bu sual. Ömür törpüsü deyə bu sual. Ömür törpüsü. Yo, bu değilmiş ki. Bu tek cüt meselesi değil. Edison kibrit çubukları ilə üç rəqəmli ədəd düzəldə bilir. Meydana gələn ədədi yeni bir ədəd kimi tərsindən oxumaq mümkündür. Məsələn 108 düzəldir. Tərsindən baxdıqda 801 ədədini görəcək. Edison indi üç rəqəmli bir ədəd düzəldir. O həmin ədədə tərsindən baxanda düzəltdiyi ədəddən 825 vahid böyük olan yeni bir üç rəqəmli ədəd görür. Yeni üç rəqəmli ədəd hansıdır? Tamam, biz buna 108'i 801 kimi baxdı. Mən 108'i 801 kimi görməyim üçün keçib qarşı tərəfdən baxmalıyam da, düzdürmü? Bax, bu nəzərə alaq. Burada 5 ilə 2 aləm bir-birinə qatacaq. Fikir verərsiniz indi. Təkcə bu problemi 6 ilə 9'da yaşamayacaqsınız. Yəni 2 ilə 5 ilə aləm bir-birinə qatacaq. 825 vaid böyük olan. Yəni açıq şəkildə 825 vaid böyüksə burada artıq 9'dan söhbət gedir. Amma birində 6'dan 106 axırda olan 100% 6'dır. O həmin ədədə tərsinə baxanda düzəltdiyindən 825 vaid böyük olan yeni bir üç rəqəm ədəd görür. Tamam, okey. Ən axırda 6'dır. Bunu yazdıq ən sona. Görünür də burada. Hə, görünür. Ən son 6 yazacaq ki, o bir tərəfdən baxanda birinci 9 görünəcək. Deyirəm ki, bunu bu şəkildə fırladanda bu ən başda 9'un görünəcəyi deməkdir. Yaxşı mı? Ən sonda 6'mızdır. 825 vahid fərqlə deyirsəm, tamam. Ən başda 1'dir o heç. Bu tartışmağa ehtiyac yoxdur. Ən başda da 1'dir. İndi mən burada bir də A deyək. 9A1'dən 1A9'u çıxanda, yəni 9A1 çıxılsın 1A9 bərabərdir nəyəm? Deyir ki 25 olsun. Bir ədədin özündən onun tərsini çıxanda 25 alınmaz. Normalda. Yəni nə olursa olsun bir ədəd özündən çıxanda, əksini çıxanda ortadaşların cəmi 9'a, orta isə 9'a bərabər olur. 25 olması üçün deməli A-da 5 ilə 2'dən biri olmalıdır ki, aləm bir-birinə qatsın. O zaman buradakı 2 olar, tərsinə çevriləndə 5. Buradakı 5 olsun, A-nın yerinə 5 yazaq. A-nın yerinə 5 yazsam, tərsinə çevriləndə olacaq. Deməli 921 olacaq. Yaxşı, 921 çıxılsın 156 bizə istədiyimiz dəyəri verirmi? Biz 65 ilə tapdıq. Bizə 65 ilə tapdıq. Bizə 25 lazım idi. Şöyle 765 ilə. Tam tersini yazsaydım bəs. Buna 20, ona 5 yazsaydım, ona necə olacaqdı? 951 çıxılsın 120. Mən onu elə düşündüm, bəs niyə buna böyük yazdım? Mən dedim axı buna... Yorğun olanda sən deyirsən. Bu dəqiqə dedim ki, yazanda buna kiçik, o birisindən böyük. Bura kiçik yazmaq lazım ki, o birisi böyüsün deyib. 126 o birisi olacaq nə? 951 olacaq.
Bu kadar sadə. Yirmi. Tamam. Keçən səfərdə zaten biraz grafik sürüşmüşdü deyə məncə sıxıntı yaşamadım. Aşağıdakı grafikdə Grace, Amy və D'nin ilk başda nə qədər karandaşlar olduğu göstərilir. Bütün üfüqi xətlər bərabər məsafədədir. Bütün karandaşlar arasında. Bu yəni bildiyimiz şeyli şerili məsələsi ilə eynidir də. 1 2 3 4x bu olsa 1 2 3 4 5x bu olsa və bu da 6x olacaq. Deməli Grace, Amy və Dan. Aha, buradan çəkdik. İndi birinci gün Grace bütün karandaşların yarısını Amy'ye verdi. Tamam. Grace'in 6x'i var, bunun 5x'i var, bunda 4x'i var. Normalda. Birinci gün bu götürdüğü yarısını buna verdi. Özünde 3x kaldı. Amy'de oldu ne? 5x üstə gəl 3x. 8x bununki də 4x yerində. Buna yazdık ne? Birinci gün. Ardından birinci günün ardından ne olur? İkinci gün Amy bütün karandaşların yarısını Dan'a verdi. Yani Grace'inki eyni kalır. Amy 8x'in yarısını ona verir. Özünde 4x kalır. Dan'inki olur 8x. Burada belə elədik. Burada oldu ikinci gün. Tamam, ardından üçüncü gün Dan karandaşların yarısını Grace'e verdi. Dan karandaşın yarısını Grace'e verdi. Oldu. Bunun da özünde 4x. Grace'de oldu 7x. Amy'de oldu. Hələ də 4x kalır. Oldu. Bunların üçüncü günü bitmir ki bitmir. Feri bitmir ki bitmir. Hayda, dördüncü gündən altıncı günə qədər bu proses təkrarlandı. Necə? Hansı təkrarlandı? Birinci gün Grace bütün kardeş yarısını Amy'ye verdi. İkinci günü Amy kardeşler yarısını. Üçüncü günde Dan kardeş yarısını Grace'e verdi. Təzədən 4 Grace Amy'ye. 5 Amy Dan'a. 6 Dan Grace'e. Elə mi? Dördüncü yaptım. Dördüncü gün Grace Amy'ye. Beşinci gün Amy Dan'a. Altıncı gün Dan Grace'e verdi. Yedinci günde Grace başa düşdük. Tamam okey. Eyni proses yenə ya Allah deyib getdik. Yenə Grace yarısını verəcək Amy'ye. Özündə olacaq 3.5 x. Özündə olacaq 3.5 x. Bunda olacaq 7.5 x. Bunda hələ də 4 x kimi qalacaq. Bu oldu neçənci gün? Dördüncü gün. Beşinci gün bu olduğu kimi qalıb. Bu yarısını verdi ona. Özündə oldu deməliyəm. 4 tam oy 3 tam %75x. Bunda oldu ne kadar? O 7 tam %75x. Değil mi? Bu oldu 5. günleri bunların. 6. gün indi bu yarısını verecek. Ancak yarısını verirler o vaxt olsa. Ha, şey. İlahi 7 tam %75'in de yarısı. Axot yoktu. 3 tane 8 7 5 x. Ayda diptat üste gelinsin 7 tam 75 x da bunda. Aha. Oldu bunda. Bunda da olduğu kimi qaldı dost. Ədədlərə bax Bu da olubların nəyə 6-cı gün? 6-cı günlər bitti. 7-ci gün Grace başa düşüyor, o artıq Amy'yə tam sayda karandaş verə bilməz.
Haftanın 7-ci gün en az ne kadar karandaş olabilir? Bunların ümumi karandaşların sayı diye bir şey yoktur burada. Bu ne? Yani 7,475x hansı tek ədədə yaxın mı tapmağa çalışsam ben? Nəyi tapacağım diye gelen. Ne var burada? Burada saymayı verilmiyor burada. Tübergraflar. Tamam okey, bundan gedək də. Görək nə olur. 7 tam mində 375. İxtisar apardıq. Hər ikisini nəyəm? 25'e gedirlər də. Qaldı 7 tam. Yuxarıda qaldı 15. Aşağıda qaldı nə? 40. 40. Oo. Bunlar 75'e de gidilmişler hiç. Düşünmediğimiz olan. 125'e 75'e doğrudan 125'e gidilmişler doğru. Ha. Bunlar da bir de 5 yapardık kaldı burada deməli 7 tam 8'de 8'de x. Yani x məxrəcə aparan bir şey olmalıdır da yani. X məxrəcə aparan bir şey olmalıdır. Burada 8'i verəcək bizə də. Amma düzgün olmayan kəsrə çevirəndə burada nə qalır bizdə? 8'də 59. Düzdürmü? X də məxrəci 8'ə çevirməlidirsə deməli nə olmalıdır? 59 karandaşı var ki tam sayıda verə bilmirdi. Yəni başqa çarəmiz yoxdur. Burada cavabımız olacaq nə? 59. Yəni indi bir şey var da. Deyin 7-ci gün arasında nə qədər karandaş ola bilər? Yəni bizdən ən birinci nə qədər karandaş var deyə soruşmur da. Yəni 7-ci gündə soruşur. Ən az 59 ola bilər. Əks halda bundan əvvəlki gündə verə bilmirdi. Yəni bunu kəsir kimi saxlaya bilməzsiniz uşaqlar. Yoxsa bundan əvvəlki gündə verə bilməzdi axı. Deməli elə burada 59 olmaq məcburiyyətindədir ki, eləyə bilməsin, verə bilməsin. Tamam, okey, devam. Jerry, Kelly, Mary və Eliyə bir butulka süd verildi. Jerry südün 3'ünü içdi. Qalanı müvafiq olaraq 4, 5, 5. Sağ ol sənin Jerry. Birinci götürüb 3'ünü içib qalanı bir şey götürüb nə istəyin. Jerry en az miqdarda süd içən adamdan 500 ml çox içibsə butulkada əvvəlcə neçə süd var idi. Tamam, okey. Butulkadakı südün miqdarını bilmirik. Ona bir x-la götürək. Butulkamız oldu. Bir A olsun tutaq ki. A olsun. Jerry deməli onda 3'ünü içdisə, Jerry onda 3A içdi. Tamam. Digərlər isə birlikdə onda 7A'nı içiblər və 17A onda 7A nəyə bərabərdir? Bunların hər birinin yanına K yazanda 4K üstə gəlsin, 5K üstə gəlsin 5K'ya. 14K'ya bərabərdir, düzdürmü? Onda 7A 14K'dırsa bəs onda 3A nə qədər K olar? Hamısını K'nın əvəzləyək ki, bizə daha rahat olsun da. Onda 7A bərabərdir 14K'dırsa onda 3A olur neçə? XK. X da buradan bərabərdir deməli onda 3A vurulsun 14K bölünsün nə? Onda 7K. Nə özümə zülüm verirəm, ölürəm də özümə zülüm verməyəcəksən. Bunları əvvəlcədən aparmaq zad yoxdur da. 7 ilə 14 də getdi, qaldı 2, 2 də çevirəndə alardı zaten getdi. 6K. Tamam, okey. Artıq bu da K-la əvəz olunduğuna görə daha rahat işləyə bilərik. Kamera nəzərə almamışdım. Heç bir kamera üstünə çıxmayıb. Gözəl. Deməli, biri 4K içib, biri 5K içib, o birisi də 5K içib, bu birisi isə 6K içibdir, düzdürmü? Və bizə deyir ki, Jerry
Ceyri ən az miqdarda su içən adamdan 500 ml çox su içibsə, ən az desəm 4K-da, yəni 6K bu 4K-dan 300 ml çox içibsə, 6K-dan 4K-nın çıxanda qalır 2K, 300-dürsə K da bərabər olur nəyə? 150. İndi bizdən nə soruşur? Bu tulkada əvvəl neçə mililitr süd vardı? Bunların cəmi qədər. 10, 20K. 20K süd var imiş. Deməli 20-ni vuracaq nəyə? 150-yə bu da yerinə. 3000 millilitr deyirsə elə cavab olur nə? 3000. Keçək növbəti suala. 22. Aşağıdakı diaqramda tərəfinin uzunluğu 36 cm olan ABCD kvadratı göstərilib. Falan nöqtələri müvafiq olaraq AD, DC, CB tərəfləri diaqramda göstərildiyi kimi 3 bərabər hissəyə bölür. K nöqtəsi AB tərəfinin orta nöqtəsidir. Rənglənmiş ümumi sahəsi nə qədərdir? 3 bərabər hissəyə bu bağçadır. Deməli, uzunluğu aşağıdakı diaqram tərəfinin uzunluğu 36 cm olan kvadrat verilibsə, əgər uzunluğu 36-dırsa, deməli nə düşür? Bura 16, bura 18 düşdü, burada nə düşdü? 18 düşdü, düzdürmü? Deməli, bunların hərəsinə 18 düşdüyünə görə burada 18 oldu, burada 18 oldu. Ardından bu 36-nı 3 yerə böldüm. 12, 12 və 12. Burada 12, 12, 12. Burada 3 yerə bölünübsə 12, 12, 12 oldu. Bu tipli sualları həll edərkən biz nə edəcəyik? Kiçik düzbucaqlara ayıraraq tək-tək qara hissələri tapacaq. Zaten bizdə rənglənmiş ümumi sahəsinə qədər də soruşmur. Rənglənmişləri tək-tək tapaq. Birinci gəlin bunu tapaq. Bu deməli nədir? Belə bir düzbucaqda 12-nin 18-i olan bir düzbucaqlı üçbucaqdır, düzdürmü? Deməli bunun sahəsi nəyə bərabərdir? 12 vurulsun 18 bölünsün 2'ye. Ardından gələk buna. Bunu bəs necə taparam? Buradan belə bir dik indirərəm buram. Bunu bir düzbucaqlıya çevirərəm. Görsünüzmü? Bu düzbucaqlığın bu tərəfi nə qədərdir? 18 isə burada 18-dir. Bura 12, 12 isə bura 24 düşür, düzdürmü? Bu düzbucağın içərisində belə bir üçbucaq var da. Bu üçbucağı çıxsam, bir də bu üçbucaqlığını çıxsam, yəni bu düzbucaqdan bu iki ağ hissəni çıxsam, bu qara hissə qalarmı? Buranın sahəsi neçədir? 18 vurulsun 12 bölünsün 2. Bu hissənki neçədir? Bəs 24 vurulsun 18 bölünsün 2. 24 vurulsun 18 bölünsün 2. Ümumi düzbucaqlığın özü neçə idi? 18-in 24-ə. 18 vurulsun 24-dən çıxıram. 18 vur 2 böl 2-ni. Normalde de çevirmeye qətiyyən çevirsə birdən 18 2 9 9'dan 2'ye 108'i bir də çıxacaq nəyi? Bunu 12 ilə də 2 ixtisar geçsin. Heç halım yoxdur bir dəqiqə bunları hesablamağa. İnandırım ki sizə. Bir də 216'na çıxacaq. Deməli 18 vurulsun 24 432'dən çıxdıq bir 108 bir də çıxdıq nə? 216. Bu elədir neçə? 108. Deməli bu qara elədi 108. Onun üçün də bu qara da hesablayaq. Bu da zaten 108 eləmişdir. Nə gözəl. İndi gələk bu birisinə. Bura çox qara-qura elədik. 12 vur 18 bölü 2 idi axı. Burada neçə oldu? 108 oldu. Digərlərini silək. Gələk sonuncuya. Sonuncuyu bəs necə taparam? Buradan yenə. Bunun üçün də belə bir dik indirərəm aşağıya. Bunu belə düzbucaqlıya ayırarıq. Yaxşımı? İndi bu düzbucaqlıdan da tək-tək bunu çıxıb tapa bilərik, düzdürmü? Əsas buradan daha asandı da ola bilər. Daha asandı buradan belə bölməklə də taparam. Belə bölərəm ki, yox, belə bölmərəm. Bura qədər bölərəm. Çünki bu ağı mən tapa bilirəm də. Burada tapa bilmədiyim hissə budur. Bu ağı çıxsam, bu ağı çıxsam. Bax, düzbucaqlı, bu ağ düzbucaqlı üstbucaqdır. Okey. Çünki bura 90 dərəcədən tam olaraq endirilmişəm. Bura 18 düşür. Bura 18 olduğuna görə avtomatik olaraq burada 18-dir. Belə bir düzbucaqlı ayırmışam da bunu. 36 ilə 18 olan bir düzbucaqlı ayırmışam. Bu düzbucaqlı üstbucaqdır. Bu da düzbucaqlı üstbucaqdır. Bu qara da zaten düzbucaqlı üstbucaq idi. Sadəcə qalır bu ağ hissəni tapmaq. Bu ağ hissəni də tapmaq üçün mən nə edərəm? Belə bir şey eləyərəm da. Bax. Böyle buradan çeksem eğer. Düzdürmü? Aha. Aha bu da buradadır. Bunu tapdıq. Bəs bu mən necə tapacağam?
Aa, okey okey okey. Bu birisi neye beraberdi? Bu. Böyle bir düz buzağı çeksem buradan. 24'ün 18'i olan bir düz buzağı çeksem. Bu tam olarak onun yarısıdır mı? Bak bak. Bunun yukarısı tam olarak bu düz buzağın yarısıdır da. Düzdür mü? Deməli 18'in 24'e bir üçbucaq düşün. Düz bucaqlıdır. 18'in 24'də olan düz bucaqdan mən bu 108-i çıxsam, a üçbucağın daha doğrusu bu düz bucaqlı üçbucaqdan. 108'i çıxsam təkcə bu ağ hissə qalacaq. Tamam. Yenə də 18'i vurduq. 18 vurulsun 24 bölünsün 2. 216. 216'dan da çıxdıq 108'i. Yenə də elədik 108 elə. Zaten beraber diye zaten bu neçə bu da avtomatik idi. Niye hesabladık özüm də bilmirəm. Bu ağ hissə 108'dir, tamam mı? Bu ağ hissə 108'dir. Bu hissə neçədir? 12 vur 12 bölü 2, yəni 72 buradır. Qaldı bir də bu yekə ağ. Yəni amma bura düşən ağdan gedir ha söhbət. Bu yekə ağ. Burada neçə ilə taparıq? Deməli, burası 12'dir. Ümumi yuxarı 18 isə burası neçə düşür? 6 düşür. Bu kateti neçədir? Bəs ümumi düz buzağlığın uzunluğu qədər. Burası da 36'dır. Burada 36'dır. Ondan tapmaq olar. Deməli 36. Bütün özdə hamısını da fikir versə biri ağ, biri qara, biri ağ, biri qara kimi düşüb deyə. Hadi tamam, bununla tapıram amma inanın ki daha sadəsi nəymiş. İndi gözümə çarpdı yox. Bu hissə zaten buranın eyni deyil, ortaq deyirlər. Bunu buradan silək. Buranı dolduraq. O yazılsın bura yəni. Mən niyə bir saat özümü öldürürəm ki? Bitdi. Yəni bu hissə oldu ağ, tutaq ki. Buranın ağ olduğunu düşünürəm, bura ağdır. Bu bizə lazım deyil. Bunu apardıq ora, düzdürmü? İndi bizim əlimizdə nə qaldı sadəcə? Bunu aşağıya indirərəm. Müsəlmanı sonraki ağlı. Bunu buradan aşağıya belə indirərəm. Şu. Bu düz buzağını, sadəcə bu üç buzağını, bu üç buzağı tapmaq zaten mən kifayət yeyirmişdim. Bura 18'dir, bura 18'dir. Bunlar da 12, 12, 12. 12, 12, 12, 12, 12, 12 şəklindədir, düzdürmü? Bu üç buzaq neçəyə bərabərdir? 12 vur 12 bölü 2. Yəni düz buzaqlı üç buzaq. Bura 72'dir. Buradakı bütöv 18'dirsə bura 6 düşür. Bura 6'dır. Bütöv də 36'dır. 6'ın 36 olan bir düz buzaqlı üç buzaqdır. Bax bunu çünki dik olaraq endirmişəm aşağıya. 10 sayəsini 6 vur 36 bölü 2. 108 də bax bu böyükdür. 108 budur, 72 budur. İkisi birlikdə neçə elədilər? 180. Buradakı düz buzaqlı özü neçəyə bərabərdir? Bəs bu sol tərəfə düşən düz buzaqlı 18'in 36'yadır. 18 vurulsun 36 ilə də 648. 648'dən də çıxırıq boşluqları. 180'i 8, 6 və 4 cavabımız olur nə? 468 almış oluruq. Yəni burada sadəcə mənim fikir vermədiyim hansıydı? Fikir vermədiyim sadəcə bunları birləşdirə bildiyimiz idi. Yəni bu zaten simmetrik damsız. Yəni mən bunu elə bura köçürərəm. Təkcə bu iki boşluğu tapsam kifayətli. Bu tipli sualların hamısını unutmayın ki, ağları tapın, boşları tapın. Ümumi sayıdan çıxıb yerdə qalan eləyə bilirsiniz, tapa bilirsiniz. Keçdi 23'ə. Alicia alışveriş mərkəzinə getdi. Birinci saatda o pulun 3/1-dən 4 dollar çox xərclədi. İkinci saatda o qalan pulun 3/1-dən 8 dollar xərclədi. Sonda 30. Ha, bu tipli suallarda nə edirik? Baxın. Geridən irəliyə doğru gələcək. Birinci saatda o pulun 3/1-dən 4 dollar çox xərclədi. Alice'in X pulu varsa. Tamam mı? Birinci saatda o pulun 3/1-dən 4 dollar çox xərclədi. Nə qədər pulu qaldı yəni? 3/1-dən vurduq. 3/1-dən 4 dollar çox xərclədi. İrəlidən geriyə doğru gəlsək. Sonda onun 32 dolları qalıbsa. 32-dən əvvəl nə edibdi? 3-cü saatda o qalan pulunun 3/1-dən 16 dollar çox xərclədi. Üçdə birindən 16 dollar çox xərclədi. Sonra 3/2 ilə ifadə edə bilmirəm də. Tək-tək geriyə gedək. Qalan pulu hər nəymişsə,
Həmin o pulun 3də birindən 16 dollardır. 3də biri çıxılsın 16, 32-yə bərabərdirsə. X çıxılsın onun 3də biri çıx 16. 32-yə bərabərdirsə. Yəni 3də 2 çıx elə 36 16 eləyə bilirəm mən bunu. Tamam, okey, eləyəndə promaya gedək də. Sadəcə yazıb görmək istəyirdim onu. Nə olduğunu. Yəqin ki, heç nə yox. Bir də aşağıda baxsaz bu videolar necə çəkildiyini görərsiniz. Yəni dərs aralarında, boşluqlarda və s. vaxt olduqca girib parça-parça kəsirəm deyə. Bəzən suallarda qopuqluq yaşayıram. Ümumi mövzuda qopuqluq ya da məsələn dərsdən sonra ekstra yorğun oluram deyə bu qədər artıq düşünürəm. Hər hansı bir sualın üstündə bu qədər düşünmə məcburiyyətində qalıram. Deməli, pulu nə qədərdir bilmirəm. Amma o biləm ki, o pulun əvvəlcə 3də 2-si, 3də 1-i xərcləyibsə qalan 3də 2-sidir və 4 dollar da çox xərclədi, çıxılsın 4. Ardından qalan pulun 3də 1-indən, 3də 1-in xərcləyibsə yenə də qalan 3də 2-sidir. Qalan 3də 2-dən də 8 dollar çox xərclədi, 8. Üçüncü saatda da nə elədi? Qalan pulun 3də 1-indən, yəni 3də 2-sini xərclədi, 3də 1-in xərcləyibsə 3də 2-si qalıbsa, ondan da 16 dollar. Çıxırıq bərabər olur nəyəm? 32. Geriyə doğru gedirik. 32-nin üstünə gəldik 16-nı elədi 48. 48-də irəliyə doğru gedən, geriyə doğru gedəndə tam tərsinə idi. Elə bil ki, normalda 2-yə vurub 3-ə bölməlisə tam tərsinə. 2-yə bölüb 3-ə vuracaq. 2-yə bölüb 3-ə vur, elədi bura neçə? 72. 72-nin üstünə 8 gəldi, elədi 80. 80-i böldü 2-yə vurduq 3-ə. 120. 124 elədi bura. 124-ü deməli böldü 2-yə. 60. 2-ni də vurduq 3-ə 186. 186. Deməli onun əvvəlcə 186 dolları var imiş ki. Əvvəlcə 186 dolları var imiş ki. 186 dolların 3də 1-ini xərcləyəndə 3də 2-si qalırmış. 3, ondan da nə inirmiş? 4-ün xərcləyəndə 120. Geriyə doğru gələndə ödəyir. Ayala. Cavab edir neçə? 186. Bu tipli suallarda həmişə nə etmək lazımdır? Geridən irəliyə doğru getmək lazımdır. 24. Mağazada 5 növ qutu var. A qutusundan 1 konfet, B qutusundan 2 konfet, C qutusunda 3 konfet, D qutusunda isə 4 konfet, E qutusunda 5 konfet. Tipi hər birindən. Deməli, A qutusunda 1, B qutusunda 2, bunlar nə iki hərfinə yazmırıq ki. A1, B2, C3, D4 və Y5-dir. Hər birində bərabər sayda konfet olan 4 müxtəlif növ qutu aldı. Uduz həmçinin hər birində bərabər sayda konfet olan 4 müxtəlif növ qutu aldı. Ancaq aldığı qutuların tifinki ilə eyni deyil. Onun tifi ilə eyni sayda qutu alması şərt deyil. Hər ikisinin aldığı konfetlərin sayı eynidirsə, tifi ən az neçə konfet aldı? Aha, da tamam. Onda belə eləmək lazımdır. Bu ədədlərin cəminə necə baxmaq lazımdır? Ortaq ədəd tapmaq lazımdır. Hə. Bunu uşaqlarla sinifdə işləmişdik biz. Ortaq ədəd tapaq. Deməli, ən kiçik cəm neçə verir burada? A plus B plus C plus D. Bizə 10 verir, düzdürmü? Ona ən yaxın dəyər almaq üçün də mən nə edərəm? Ona ən yaxın dəyəri digər bir hissədə olan 12 ilə alaram ki, ortaq ədədləri də yaxın olsun bir-birinə. 12 necə alıram buradan? 4 ilə 5, 1, 2 füsyon. A üstə gəl, B üstə gəl, D üstə gəl, Y. Olur neçə? 12. 10 ilə 12-yə də əkab neçə çıxır? 60 çıxırsa, əkabları deməli, tif ən az neçə konfet almış olar? 60 konfet almış olar. Davam. 25-ci sual. İki dost Alex və Ben xərclikləri barədə müzakirə edirlər. Alex deyir, mən hər gün 24 dollar, sən 18 dollar xərcləsən, mənim pulum bitəndə sənin hələ 960 dollar pulun qalacaq. Bu sual elə pis düşüb ki, 2 yeri qapsayır. Görək buna nəsə çarə qıla bildik.
Düşünürəm ki, elə bu şəkildə bunu sağlam yazsam kifayət edərdi elə. Hamı görmüş olar. Deməli, yenə də bilinməyən bir şey. Nə Alexin pulunu bilirəm, nə neçə gün xərcləyiblər onu bilirəm. Heç birini bilmirəmsə yenə də nə edəcəyik? Alex deyir, mən hər gün 24 dollar, sən 18 dollar xərcləsən, mənim pulum bitəndə sən hələ 960 dollar pulun qalacaq. Həmin o günləri sayını bilmirəm deyə burada günü X kimi götürəcəm. Burada isə günü Y kimi götürəcəm. Deməli, elə olan halda Alexin pulu bərabərdir nəyə? 24x Alex deyir, mən hər gün 24 dollar, sən 18. Beni isə 18x xərcləyir. Alexin pulu bitir, benim 960 dolları qalır. Sən hələ 960 dollar olacaq. O zaman benim pul nəyə bərabərdir? Benim pulu bərabərdir 18x üstə gəlilsin 960-a. Alex'in isə bərabər nəyə? 24x-a. Tamam. İndi eyni şeyi Y-nə yazacağım. Ben cavab verir ki, mən hər gün 24 dollar, sən 18 dollar xərcləsən. Ben bərabərdir. Benimki 24 Y-də bitir. Alex'in isə bərabərdir nəyə? 18 Y üstə gəl 288'e. İndi bu eyni puldan gedir də söhbət, düzdürmü? Belə olan halda bu buna bərabərdir, bu da buna bərabərdir. İkisinin bərabəri ilə nə edərik? Cavabı taparıq. Yəni o qədər də çətin deyilmiş burada. Ali, benim pul dəyişmir ki, eyni puldur da. Fərqi nədir ki, gündə 18 dollar xərcləsə, gündə 24 dollar, yəni eyni puldan gedir də söhbət, düzdür? Deməli, bu bərabərdir buna. 24 Y bərabərdir nəyə? 18 üstə gəlsin 960'a. Düzdürmü? Şimdi ardından buradaki 24x isə bərabərdir. Bərabərdir nəyə? 24x bərabərdir 18y üstə gəlsin 288'e. İndi biz burada bu şəkildə misalı həll etməkdə isə ən yaxşı variant nə edərik? X ilə y-ləri aparmaq üçün fərqli qiymətlərə vuraram da. 24, 18. Bizə lazım ki, bu 18'i 24 edək. Bu 18 ilə 24'ü bərabərləşdirək yəni. Bütün hamısını 2'yə bölsəm, hamısı 2'yə bölünür də bu dəqiqə. Buradakilərin hamısı 2'yə bölünür. Burada 12 qalacaq, burada 9 qalacaq. 12 ilə 9'da 36'da bərabərləşdirə bilirəm də. Yəni qısacası hamısını 2'yə bölüb 3'ə vurmaq lazımdır. Tamam. Bütün tərəfləri 2'yə böldüm. Bütün tərəfləri 2'yə bölündə nə olacaq? Bu olacaq. Deməli 12y bərabərdir 9x üstə gəlilsin 480. Bu isə olacaq nə? 12x bərabərdir 9y üstə gəlilsin 144. Ardından isə bunları eləyəcəm. Hər ikisini 3'ə vuracağım. Hər ikisini 3'ə vuranda avtomatik olaraq x-ın y-lərin dəyərləri bərabərləşəcək. Yəni 3'ə vuranda hamısını 2'ye böldüm. İndi tam tersine de karıştırmayaq. Bunu 3'ə vurmalıyam. Bunu 4'ə vurmalıyam ki bərabərləşsinlər. Bunu 3'ə vuracağım. Bunu 4'ə vuracağım ki bərabərləşsinlər. Tamam. Mənə hansı lazımdır bu arada? B-nin neçə dollar olacaq? Mənə ən sonda Y lazımdır da. Mənə Y lazımdır. Sonda gəlin x-ləri bərabərləşdirək. X-ləri bərabərləşdirmək üçün tam tərsindən. Buranı 4'ə vurmalıyam ki 36x olsun. Buranı isə 3'ə vurmalıyam ki 12x olsun. Yəni ona diqqət edin ki, bir də artıq hesablama yerinə yetirməmək üçün ən yaxşı yol budur da. Vuraq görək nə olur. Deməli, 12y vurulsun 4. Bu bizə verdi nəyi? 48y bərabərdir 36x üstə gəlsin 480 vurulsun 4 kimi saxlayıram. Çünki bunlar zaten çıxacaqlar bir-birlərindən. Burada isə 3'ə vuracağım. 36x bərabərdir. Deməli 27y üstə gəlsin 3 vurulsun 144. Bu 36x bax burada gördüyümüz dəyəri aparıb yuxarıda yerinə yazırıq. Əvəz elədik yuxarıdakı ilə. Oldu deməli nə? 48y bərabər oldu 27y üstə gəlsin 3 vurulsun 144. Ürəyim sıxıldı bu ədədləri normaldə də çevirəcəm. Və hesablamağa heç
halım olmayanda mən. Çünki əlavə də olar məni yorur. Belə şifahi hesablamalar məni əlavə olaraq yorur deyə heç girmək istəmirəm o topa. Sevmirəm də. Deməli 432 üstə gəlsinlər. 480 vurulsun. 4920 də burada. Əla. Y keçirdiyi bir tərəf olduğuna 21Y bərabərdir bu ikisinin cəminə. Yəni 2352-yə. Y-də bərabərdir bu dəyər bölünsün 21. 112. Deməli 112 gün imiş bu. Bu bərabərdir mənim nəyə? 112 vurulsun 24Y-ə eləyir neçə? 2688. Deməli belin ən başında nə qədər pul var imiş? 2688 pulu var imiş. İstəsəz yoxlayıb yerinə qoya bilərsiniz. Həqiqətən də Aleksinlə danışa bilmədim. Aleksin də puluyla bunların üst-üstə düşdüyünü görəcəksiniz. Yəni buradan günü tapıb yerinə qoyduqda Aleksin pulunu alıb aşağıdakı ilə ölçsəz yenə də eyni dəyər alacaqsınız. Sadəcə uşaqlarla işləyərkən cavab almışam deyə bilirəm ki 2688-dir. Belə dostlar, bu günlərdə sizlərlə birlikdə 5-ci sinif deməli 2021-ci ilin suallarına baxdıq və növbəti videoda da inşallah digərlərini davam etdirməyə çalışacağam. Bacardığım qədər imtahana qədər bitirməyə çalışıram. Vaxtım olduqca işləyirəm. Siz də yenə də dediyim kimi hər videoda deyirəm, bu videoda deyirəm ki, bəs hər hansı bir problem yaşadıqda dərhal rəy bölməsində bildirin ki, mən bunların hamısının topa halda səhvlərin olduğu bir video paylaşacağam. Həmin o videoda bu hissələrin hamısına toxunacağam inşallah. Hansılardakı səhvliklər eləmişəm, mütləq rəy bölməsində bildirin. Belə dostlar, növbəti videolarda görüşmək ümidi ilə hələlik sağ olun.